Bismillahirrahmanirrahim. Xoş gördük sizləri, əziz izləyicilər, əziz xalqımız. Bildiyiniz kimi artıq dünyamıza, yeryüzünə, insanlığa, qəlbimizə, evimizə, ailələrimizə Allahın müqəddəs və mübarək ayı olan Ramazan ayı qonaq gəlir. Və Ramazan ayı o aydır ki, Quranda yeganə adı keçən, ismi keçən bir aydır. Bəqərə surəsinin 183 və 185-ci ayələri bu aydan və bu ayın həqiqətlərindən bizə danışır və uca Rəbbimiz belə buyurur. Bismillahirrahmanirrahim. Şəhru Ramadan əlləzi unzilə fihil Qur'an hudən linnəsi və bəyyinatin minəl huda vəl furqan ilə əxiril ayə sadaqallahul aliyyul azim. Allah buyurur ki, Ramazan ayı o aydır ki, məhz o ayda haqqı batildən ayıran Quran-ı Kərim nazil olmuşdur. Əziz və dəyərli izləyicilərimiz, Həzrəti Peyğəmbərimiz bu ayın gəlişi ərəfəsində bu aya az qalmış haldan hala düşərdi. Rəngi solardı, dəyişərdi, qəlbində yarı hüzün, yarı sevinç baş qaldırardı və Subhanallah, Subhanallah deyərdi. Səhabələr soruşardılar, ya Rəsulallah, nə baş verir? Düşmən mi gəlir, yoxsa sənə vəhiy mi gələcək? Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm cavabında belə buyurur, xeyr, nə düşmən gəlir, nə də mənə vəhiy nazil olur. Elə bir ay, elə bir əzəmətli, müqəddəs ay gəlir ki, kaş ki insanlar bu ayın həqiqətin və fəzilətin başa düşə biləydilər. Bir hədis şərifində də buyurur ki, insanlar Ramazan ayın həqiqi mənasında dərk edə bilsəydilər, Allahdan hər ayın və bütün ömrün Ramazan olmasını diləyərdilər. Əziz və dəyərli qardaşlar, bacılar, Peyğəmbərimiz Şaban ayının rəvayətlərdə buyurulur, son cüməsində insanlara, səhabələrinə xütbə oxuyur Mədinə-i Münəvvərədə və o xütbə Şabaniyyə xütbəsi kimi tarixə keçib və Ramazan ayının hikmət, həqiqət, fəzilətin insanlığa açır və çatdırır və Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, elə bir ay bizim həyatımıza qonaq gəlir ki, gündüzləri bütün gündüzlərdən fərqli, gecələri bütün gecələrdən fərqli, saatları, dəqiqələri, anları bütün digər aylarda olan dəqiqələrdən, saniyələrdən, saatlardan fərqli bir zaman dilimi, zaman kəsiyi gəlir. Ey insanlar, siz bu ayda ilahi ziyafətə çağırılırsınız, ilahi ziyafətə, qonaqlığa dəvət olunursunuz. Allah insanlıq üçün özünün rəhmət və fəzilət, kərəm süfrəsini açıb bu ay içərisində və insanlar o süfrənin başına toplanırlar. Əziz və dəyərli qardaşlar, sevgili Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurur, bu ay içərisində Allaha həqiqi mənada onun huzurunda qul kimi dayanın. Qul necə ağasının qarşısında dayanar, siz də Allah huzurunda həqiqi qul kimi dayanın və tövbə, istiğfar eləyin ki, Allah sizi bağışlasın. Bu ayda bütün edilən dualar Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, bu ayda bütün edilən dualar qəbul olar. Bütün duaları məqbul olar. Çoxlu səcdə edin buyurur Peyğəmbərimiz. Çox səcdə edin. İnsan çox səcdə etdiyi zaman bu ay içərisində onun bütün günahları onun üzərindən yerə tökülər və bu ayda edilən vacibi ibadətlərə digər ayda edilən ibadətlərin 70 qat savabı verirlər və eyni zamanda Peyğəmbərimiz buyurur, yetimləri sizə tapşırıram. Yetimlərə, fəqirlərə bu ayda xüsusi himayə eləyin, nəvaziş göstərin, onların qeydinə qalın və bu günümüzdə də biz bu ay içərisində, Ramazan ayı içərisində və digər aylarda da gəlin şəhidlərimizin mənzillərin
ziyarət eləyək, evlərinə gedək, ailələrin ziyarət eləyək, şəhid balaların qəlbini sevindirək və bu ay içərisində qazilərimiz, yaralılarımız, xüsusilə müharibə iştirakçılarımız var. Onların evlərin, könüllərin ziyarət eləyək, onları sevindirək, onları iftar süfrələrimizə dəvət eləyək və onlarla bir yerdə iftar açaq, iftar eləyək. Və eyni zamanda Peyğəmbərimiz buyurur ki, bu elə bir aydır ki, bu ayda oxunan bir ayə, Quranın bir ayəsi bütün Quranın xətminə bərabərdir. Bütün Quranın xətminə bərabərdir. Ona görə də gəlin bu ayda Quranla müxatəb olaq, Quranla qardaşlaşaq, qəlbimizi Quranın sirrinə, həqiqətinə açaq. Quranı gəlin rəflərdən könlümüzə, qəlbimizə, həyatımıza, təfəkkürümüzə, düşüncəmizə indirək. Və əziz, dəyərli qardaşlar, bu ay elə bir aydır ki, sevgili Peyğəmbər buyurur ki, biri-birinizə iftar verin, insanları iftara dəvət eləyin, süfrə açın. Bir səhabə sual verdi, atam, anam sənə fəda olsun, ya Peyğəmbər, mən fəqirəm, mənim imkanım yoxdur və məni kimi nə qədər səhabələr var, insanlar var, qardaşlarım var ki, bacılarım var ki, onlar imkan eləyib iftar süfrəsi aça bilmirlər. Bəs biz necə edək? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, hətta bir xurmanın yarısı qədər belə olsa, bir qurtum su belə olsa, Allah rızasına orucluya iftar verin, orucluya verin ki, Allah bunu etməklə sizi cəhənnəmin odundan və atəşindən xilas eləyər. Əziz və dəyərli qardaşlar, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o xütbəsinin içərisində buyurur ki, Ramazan ayı o aydır ki, cəhənnəmin bütün qapıları insanlığın üzərinə bağlanar, şeytan və onun bütün dəstəsinin əlləri, qolları zəncirlənər. Elə bu ayı yaşayın ki, elə gözəl bu ayı dəyərləndirin ki, bir də o cəhənnəm qapıları əbədi olaraq sizin üzünüzə açılmasın. Bir də şeytanın vəsvəsələri, oxları sizə gəlib toxunmasın. Və xütbənin sonunda Həzrəti Əmir əl-Möminin Əli əleyhissalam vəlilərin sultanı ayağa qalxıb Peyğəmbərimizə sual verir. Ya Rəsulallah, bu ay içərisində bəs ən üstün, ən kamil əməl hansıdır? Onu da bizə öyrət. Sevgili Peyğəmbər sallallahu aleyhi və səlləm Həzrəti Əli əleyhissalamın bu sualının cavabında belə buyurur. Bu ay içərisində ən üstün əməl, ən fəzilətli əməl insanın əzalarını qoruması və Allahın haram elədiyi, Allahın yasaq elədiyi işlərdən, əməllərdən özün çəkindirməsidir, uzaqlaşmasıdır. Həqiqətən oruc ibadəti o zaman kamil olur, o zaman qəbul olur ki, insan bu acılıqla bərabər öz əzalarını da günahlardan çəkindirə bilsin, qoruya bilsin. Allaha and veririk izzətinə, cəlalına. Allah bu aya gözəl şəkildə, təmiz şəkildə qovuşmağı və bu ayın həqiqətin gözəl şəkildə yaşamağı hamımıza nəsib etsin inşallah.